Qrafik təsvirlər haqqında olacaqdır. Gəlin başlayaq. Biz bilirik ki, coğrafiya informasiya mənbələri kimi qrafiklərdən, diaqramlardan istifadə edilir və onlar çox böyük bir əhəmiyyətə malikdirlər. Onlardan informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi, tətbiq edilməsi və digər fəaliyyətlər üçün istifadə edilir. Diaqramlar formasına görə xətti, dairəvi, sütunlu və sahəvi ola bilərlər. Gəlin indi onların şəkillərini yükləyək və onlar haqqında məlumat verək. İlk öncə başlayaq xətti diaqramdan. Baxın, bu xətti diaqramda əsasən 2015 və 2021-ci ildə Naxçıvanda buğda istehsalı diaqramı, dinamikası, onun dəyişməsi verilibdir. Gəlin bunu təhlil eləyək. Biz xəttə baxdıqda görürük ki, baxın 2015-ci ildə nə qədər məhsul yığılıb? 75 min. Daha sonra 75 min ton yığılıbdır. Sonra 2016-cı ildə yenə sabit qalıbdır. Sonra 2016-dan 17-yə azalıbdır. Görürsünüzmü? Kəmiyyət göstəriciləri ardıcıl şəkildə qeyd olunur və daha sonra xətlərlə birləşdirilir. Ona görə biz xəttiyə belə bir tərif verə bilərik. Deyə bilərik ki, məsələn, xətti diaqram əsasən statistik məlumatları əyani təsvir eləyir. Onlarda məlumatları məsələn qeyd edirlər və ardıcıl olaraq xətt formasında birləşdirilmiş olacaqdır. Və kəmiyyət əsasən burada özünü göstərmiş olacaqdır. Baxın, dediyimiz kimi 2015-ci ildə 75 min ton, daha sonra 2016-da yenə sabit 79,100, baxın burada 79.140 ton yığılıb. Daha sonra 80.248 ton yığılıb. Sonra 66.095-ə düşüb. Görürsünüzmü? Yəni 2017-də artıq buğda yığını Naxçıvan Muxtar Respublikasında azalıbdır. 2018-də nisbətən 2017-yə nəzərən artıb eləyib 68.214 ton. Daha sonra 2019-cu ildə 77.261 tona gəlib çıxıbdır. İndi hal-hazırdakı statistik məlumata baxsaq, görək 2021-ci ildə, yəni ən sonuncu hissədə isə 79.140 olaraq qalıbdır. Və ən maksimum səviyyəsinə nə vaxt çatıbdır? 2020-də çatıbdır. O da nə qədər olubdur? 83.824. Bir dənə xətti diaqramın üzərindən biz buğda istehsalını təhlil eləyə bildik. Onun kəmiyyət göstəricisini görə bildik. Məsələn, mən bu qrafik təhlilə görə deyə bilərəm ki, bu qrafik təsvirə görə daha doğrusu ən çox Naxçıvan Muxtar Respublikasında buğda istehsalı 2015 ilə 2021-ci illər arasında maksimum yığım 2020-ci ildə olubdur. Bəs minimal yığım nə zaman olubdur? Baxın, 2017-ci ildə 66.095 yəni məhsul yığılmış olacaqdır. Belə, bu oldu bizim xətti təsvirimiz. Daha sonra gələcək ki, xəttidən sonra gələcək dairəvi. Dairəvi əsasən kəmiyyətlər arasındakı nisbəti əyani şəkildə göstərir. Baxın, faiz nisbətini görə bilirik burada. Görürük ki, əvvəllər məsələn ərzaq məhsulları nə qədər olub? 42%. Qeyri-ərzaq məhsulları nə qədər olub? 58% olub. Gördük bunu. Baxın, deməli burada kəmiyyət göstəricilərini bizə onların nisbətini əyani şəkildə göstərdi. Ərzaq və qeyri-ərzaq məhsullarının nisbətini bir-birinə nəzərən göstərir. Sonra 2021-ci ilə gələndə görürük ki, artıq baxın, ərzaq məhsulları 46% olubdur, qeyri-ərzaq məhsulları isə 54% olubdur. Yəni burada hardasa ərzaq məhsulları nisbətən əvvələ nəzərən azalıb, qeyri-ərzaq məhsulları isə nisbətən əvvəlki 2015-ə nəzərən artmış olacaqdır. Bir də dairəvi diaqramlarda həmişə yadımızda saxlayırıq ki, sektor bucağı təyin edilməsi məsələsi var ki, ona mütləq baxmaq lazımdır. Gəlin indi ona baxaq. Sektor bucağı. Sektor bucağını təyin etməkdən ötürü biz nə etməliyik? İlk öncə biz orada faiz nisbətini tapmalıyıq. Məsələn, buna nəyi misal çəkə bilərik sektor bucağının tapılmasına? Məsələn, deyirəm ki, respublikamızda tutaq ki, Abşeron Xızı İqtisadi rayonunun sektor bucağını təyin eləyin və Abşeron Xızı İqtisadi rayonunun sahəsi 5,9 min kvadrat kilometrdir. Buna əsasən biz sektor bucağını təyin etməliyik. İndi ilk öncə bilməliyik ki, respublikamızın ümumi sahəsi nə qədərdir?
Ümumi sahə 86,6 min kvadrat kilometrdir. Düzdürmü? Bu bizim üçün neçə faiz qəbul olunacaq? Təbii ki, 100% qəbul olunacaq. Bəs bizim Abşeron Xızı İqtisadi rayonumuzun sahəsi nə qədər idi? 5,9 min idi. Onda bu neçə faiz olur? X faiz olmuş olacaq. Biz buradan faizi tapmalıyıq. Faizi tapanda nə edəcək? Təbii ki, 5,9'u vurmalıyıq 100'ə. Bölməliyik neçəyə? 5,9 mini vurmalıyıq 100'ə. Bölməliyik 86,6 minə. Və buradan biz alacağıq faiz 7%. Deməli biz ilk öncə sektor bucağını təyin etməkdən ötürü faizi tapmalıyıq. Faizi tapandan sonra bəs nə edəcəyik? Sektor bucağına keçirtməkdən ötürü. O 7 faizi, yəni faiz tapıldaq, onu vurmalıyıq 360'a, bölməliyik 100'ə. Bu zaman biz tapacağıq 25%. Deməli, Abşeron Xızı İqtisadi rayonu Respublikamızın ümumi dairəvi diaqramında neçə faizlik bir sektor bucağına malik olacaq? 25%lik bir sektor bucağına malik olmuş olacaqdır. Ardıcıllığı, hər bir şeyi yadımızda saxlayırıq. İlk öncə bütövü görmək lazımdır. Bütöv 100% qəbul olunur. Sonra bizdən soruşulanın oradan faizini tapırıq. Tapdıq 7%. Sonra vururuq onu 360'a, bölürük 100'ə, alırıq sektor bucağını. O da elədi. Neçə dərəcə? 25 dərəcə sektor bucağı etmiş oldu. Dairəvi diaqramda faiz nisbəti göstərilmiş oldu və kəmiyyətlər arasındakı nisbət də əyani şəkildə təsvir edilmiş oldu. İndi dairəvi diaqramdan sonra gəlir bizdə bir də onu qeyd eləyə bilərəm ki, məsələn, dairəvi diaqramlarla Respublikamızın ərazisində verilən iqlim yarım tipləri də göstərilə bilər. Məsələn, tutaq ki, bir dairəvi diaqram çəkək, buraya təsvir eləyək dairə formasında. Baxın, dairə. Dəqiqə. Məsələn, deyirəm ki, dairəvi diaqramda Respublikamızın iqlim yarım tiplərindən ən çox hansı üstünlük təşkil edirdi? 50%-i yarım səhra quru çölüydü. Diaqram məsələn 50%-i yarım səhra quru çölün rəngindən rənglənsin. Sonra 30%-i mülayim isti olsun. Yerdə qalan 20%-i soyuq və dağ tundranın payına düşmüş olsun. Deməli burada biz Respublikamızda o iqlim yarım tipləri nə qədər ərazini əhatə edir, onları da göstərə bilərik. Ki, baxın dairəvi diaqramda, qrafik təsvirlər içərisində dairəvi diaqramda göstəriləcək. Gəlir indi sütunlu qrafik təsvirə. Burada isə kəmiyyətlər artıq müqayisə edilir. Yəni, məsələn, dairəvidə nə olurdu? Kəmiyyətlər arasında nisbətə yəni şəkildə göstərilirdi. Amma sütunluda isə artıq kəmiyyətlər müqayisə edilir. Müqayisə etmək üçün istifadə edilir. Məsələn, indi bizdə burada verilmiş bir diaqram var ki, burada iqtisadi rayonlar və onlarda yerləşən inzibati rayonların sayı verilibdir. Məsələn, ən çox inzibati rayonlar hansı iqtisadi rayonda yerləşəcək? Qarabağ iqtisadi rayonundadır. Daha sonra məsələn Naxçıvandır, daha sonra isə Şəki-Zaqataladır. Baxın, görürsünüzmü? Burada hər hansısa bir sayları bir-birinə müqayisə etmiş olacaq sütunlu diaqramda. Və yaxud da biz burada iqlim qrafiklərində yağıntıların düşmə faizini də biz göstərə bilərik. Daha sonra yağıntıların düşməsi aylar üzrə sütunlu diaqramda göstərilir. Tutaq ki, belə görürük ki, buradan aylar düşsək, yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, düzdür? Yağıntılar ən çox hansı aylardadır? Noyabrdır, dekabrdır, yanvardır, yəni şimalın qış aylarındadır. Və burada bir dənə də bizə burada verilməlidir xətti qrafiklə temperaturun gedişi.
Burada xəttlə görürük ki, bu şimal yarımkürəsidir. Çünki belə olanda bu şimal yarımkürəsidir və əsasən yağıntılar haçan düşübdür? Yanvar, fevral, dekabr burada, yəni qış aylarında düşüb. Qış aylarında yağıntı düşürsə də bu aralıq dəniz iqlim tipidir. Bu da qaydada iqlimdə keçiriləcəkdir. Yəni bir sözlə, iqlim diaqramlarında yağıntıların düşməsi də sütunlu diaqramla verilmiş olacaqdır. Sütunlu diaqram neynədir? Kəmiyyət göstəricilərini müqayisə etdi. Ən sonuncusu qrafik təsvirlərdən qalır. Bizdə bir dənə qrafik təsvirlərdən qalacaq sahəvi. Gəlin indi sahəviyə də baxaq. Bu da bizim sahəvi qrafik təsvirimizdir. Burada kəmiyyət göstəriciləri ardıcıl olaraq düz xətlərlə birləşdirilir. Baxın, görürsünüz burada kəmiyyət göstəriciləri ardıcıl düz xətlərlə birləşdirilibdir. Aralarda bölünübdür və ara hissələrdə rənglənilibdir. Baxın, bu rənglənilən hissələr onu göstərəcəkdir ki, bu sahəvi diaqramdır. Məsələn, dünyada elektrik enerjisi istehsalı, enerjinin paylanması sahəvi diaqramdan göstərilir. Burada isə respublikamızda enerjinin adam başına düşən miqdarı göstərilibdir. Buna görə bilə bilərik ki, baxın, bizdə 2000-ci illərdə adam başına düşən hardasa 150 mindən biraz çox elektrik enerjisi olub. Milyon kilovat saat olubdu. 2005'də bu daha da artıb, sonra azalmağa başlayıb, sonra artıb, indi də artaraq gedir. Yəni burada enerjinin paylanması və enerjinin adam başına düşən miqdarı göstərilir sahəvi diaqramda. Bir də ki, sahəvi diaqramda məsələn dünya üzrə enerjinin dəyişməsi, dünya enerji ehtiyatının da dəyişməsi göstərilə bilər. Məsələn, əvvəllər daha çox yanacaq vasitəsi kimi kömürdən istifadə edildiyi halda, indi isə daha çox nədən istifadə ediləcəkdir? Kömürdən sonra keçəcək nəyə? Neftə, təbii qaza. Niyə? Çünki kömürün biz bilirik ki, 1 kiloqramının yanması zamanı 7000 kilokalori ayrıldığı halda, amma məsələn neftin 1 litrinin yanması zamanı 10500 kilokalori ayrılır. Təbii qazda 9800 kilokalori ayrılır. Görürükmü? Deməli, daha çox istilik vermək qabiliyyətinə malik olan yanacaq vasitələri ilə əvəzlənir də kömür. İndi hal-hazırda getdikcə alternativ enerji mənbələrinin miqdarı artmağa doğru gedir. Bunun da səbəbi nədən ibarətdir? Təbii ki, alternativ enerji mənbələrinin təmiz olması. Yəni təmiz enerjidən istifadə etmək. Təmiz enerji, ətraf mühitə çirkləndirməyən, ətraf mühitə zərər vurmayan alternativ enerji mənbələrinə keçid getdikcə artır. Biz də bunlara külək enerjisi, günəş enerjisi, qabarma çəkilmə enerjisi, GOS-lər yerin daxilindən gələn kimi enerjiləri misal çəkə bilərik. Belə qrafik təsvirlər haqqında bu qədər. Sağ olun, hələlik.